Unun xarab olub olmadığını necə müəyyən etmək olar? Nə bilim, kif salır, üstünə belə tor düşür unun. Bir də baxırsan ki, içərisində cücülər var. Bu ən çox bilirsən, cücü, qoxu gəlmək falan, hansı təmiz buğda unları var ha, rayonlarda, dərmanlarda çəkilir, gətirirlər evə, ambarda saxlayırlar. Biraz keçəndən sonra cücülər də sağlam yerə qaçır. O deyir, mənşəyi məlum olan. Cücülər də mənşəyi məlum olan təmiz undan istifadə etmək istəyir. Amma təəssüf ki, bizim aldığımız, istifadə etdiyimiz ilə bir çoxlarımızın istifadə etdiyi un keyfiyyətli deyil. O qədər qatqıları olur. Elə çörəyin özünə də, unun özünə də. Görək, indi deyirlər, məsləhət görürlər bizə ki, necə bilmək olar? Unu qablaşdırmaqda göstərilən tarixa qədər və ya ondan uzun müddət saxlanılsa belə onun real istifadə müddəti əsasən saxlanma şəraitindən asılıdır. Bəzən olur ki, mətbəx şkafının yığışdırarkən artıq unutduğumuz bir paket un tapırıq. Qablaşdırmanın üzərində göstərilən tarix artıq keçmiş ola bilər və belə halda sual yaranır. Onu istifadə etmək olar, yoxsa atmaq lazımdır. Ümumiyyətlə, unun müddəti keçəndən sonra həm də acı tam verir. Acı olur. Olur da, məsələn, mən yadıma gəlir ki, nənəm, anam, onlar bir də görürdün, unu belə dadına, qoxusuna, dadına baxırdılar, deyirdi, yox, artıq müddəti keçib, acıdır. Təbii ki, istinad edirəm Lentaz, o da xarici media istinadən xəbər verir ki, mağazalarda satılan unun üzərində adətən təxminən 1 il istifadə müddəti göstərirlər ki, qablaşdırmadakı tarixa baxarkən istifadə müddəti ilə saxlanma müddəti arasında fərq nəzərə almaq vacibdir. Un xarab olmadığını, olub-olmadığını necə yoxlamaq olar? Unun xarab olub-olmadığını yoxlamağın əsas sadə yolu onu iyələməkdir. Bəli, mən dediyim kimi, biraz belə dadına baxırsan, barmağını belə edirsən, dadına baxırsan, bir də qoxusundan, bir də kif iyi gələndə, xoşa gəlməz kif iyi gələndə bilir ki, artıq xarab olmuş unun qoxusu turş, ağır, kif qoxusuna bənzər və ya hətta kimyəvi maddə və ya boya qoxusunu xatırladan ola bilər. Ona görə də həmən bilir ki, un xarab olub. İndi unu saxlamaq, mən məsəl olub ki, 3 il, 4 il unu saxlamışam evdə, şkafda ya mətbəxdə, heç bir elə bir dünən almışam marketdə. Çünki içərisində o qədər qatqılar var ki, böcəklər qorxusundan ona yaxınlaşa bilmib. Elə deyiblər, sən özün ye.